Beynəlxalq Qadınlar Günü münasibətilə açılan İlahi Zəriflik sərgisi qadınların zərifliyini rəsm əsərlərində əks etdirir. Amma bu incə gözəllik təkcə kətanda deyil, qadınların hər addımında, hər baxışında da özünü göstərir. Bu sərgi bizə bir daha xatırlatdı ki, qadınların gözəlliyi və zərifliyi təkcə xarici gözəlliklərində deyil, onların daxili dünyasında və həyatımıza qatdıqları dəyərdədir. Sərginin açılış mərasiminin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyə Əmziyeva qeyd edib ki, sərgiyə təqdim olunan əsərlərdə yalnız Azərbaycan qadınının gücü, fədakarlığı və müdrikliyi vurğulanmır. Eyni zamanda onun ruhunun incəliyi və qəlbində gizlənən mənəvi gözəllik də ön plana çəkilir. Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva, Bəruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, sənətşünas Nizami Aliyev və rəssam Qəhrəman Tağıyev çıxış edərək Azərbaycan qadınının cəsarəti, fədakarlığı və incəliyi barədə fikirlərini bölüşüb, onlara xoş arzularını və təbriklərini çatdırıblar. Malbertlərin üzərinə istər kişi rəssamların, istər qadın rəssamların əl işlərini qoyuruq və 8 mart qadınları, yəni öz çəkdiyimiz tablolarla təbrik edirik. Bu sərgidə rəssamlarımız çox gözəl rəsm əsərləri ilə çıxış edirlər. Ümumiyyətlə, mən Azərbaycan qadınlarına həsr olunmuş hər bir əsər tədqiqə layiqdir. Sərgi tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Mən Telan Cəbiyeva Naxçıvan Dövlət Universitetində tələbəyəm özüm, təsvir və sənət müəllimliyi ixtisasında. Bu sərgi çox maarifləndirici oldu, mənə elə gəlir və burada qadınların zərifliyindən, incəliyindən bəhs edilir. Düşünərəm ki, insanları məncə çox maarifləndirici bir sərgi oldu. Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin tələbəsi olaraq hal-hazırda Rəssamlar Birliyinin təşkil etdiyi bu sərgidə iştirak edirəm. Əsasən sərgilərə göz keçirdim və işlər, rənglərin işlənməsi, işlənmə üslubları və çox xoşuma gəldi bunlar. Sərgidə 23 rəssamın 70-ə yaxın rəsm və dekorativ tətbiqi sənət əsərləri nümayiş olunur. Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər.